Herkese salam. Bugün yeni bir video ile karşınızdayım. Geçen dəfə birinci kurslar üçün bir tövsiyə videosu hazırlamışdım. Düşündüm ki, bu dəfə də dördüncü kurslar üçün bir tövsiyə videosu hazırlayayım. İstəyirəm ki, bugün dördüncü kurslara diplom işi ilə bağlı bəzi tövsiyələr verim. Çünki artıq diplom işləri kafedra müəllimləri tərəfindən paylanılmağa başlanılıb. Elmi rəhbərlər barədə məlumat veriblər diplom işi barəsində. Və mən də istədim ki, diplom işləri yazılmağa başlamamışdan əvvəl tələbələrə bəzi xırda məlumatlar verim. Çox qısa bir video olacaq, amma istəyirəm ki, vacib olan bəzi məlumatları sizlərlə bölüşüm. Kanalıma yeni gələnlər üçün istəyirəm ilk öncə özümü təqdim edeyim. Mən Mahmudova Xəyalə, 24 yaşım var. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm. 2023-cü ildə tarix müəllimliyi ixtisasından məzun olmuşam və istəyirəm bugün sizinlə diplom işi barəsində bəzi təcrübələrimi bölüşüm. Çünki mən özüm diplom işi yazmışam. Mən oxuyan vaxtı həm dövlət imtahanı var idi, həm də diplom işi var idi. Biz seçim eləyə bilirdik. Amma biz axırıncı il olduğumuz üçün bizdən sonra gələn tələbələrə artıq belə bir seçim təqdim olunmadı. Dövlət imtahanı yığışdırıldı. Artıq sırf diplom işi təqdim olunur tələbələrə. Sadəcə diplom işi yaza bilərsiniz. Buna görə də istəyirəm bugün bəzi xırda amma vacib olan məqamları sizlərlə bölüşüm. Hazırsınızsa başlayaq. Birinci verəcəyim ən vacib tövsiyə, çalışın diplom işinizi özünüz yazın. Əgər mövzunuz geniş əhatəlidirsə, mənbəsi çoxdursa, rahatlıqla vəsaitlər varsa, mənbə tapmaq olursa, bu baxımdan rahat olar, başqasına verib yazdıra bilərsiniz. Çünki bəzi şirkətlər var, diplom işləri yazırlar. Qiymət də artısa 400-500 aralığında dəyişir. Təklif eləyirlər, xüsusən 4-cü kurslara mesajlar göndərirlər, WhatsApp qruplarına və ya WhatsApp nömrələrinə mesajlar göndərirlər. Təklif eləyirlər ki, biz belə yazırıq diplom işləri. Yenə deyirəm, əgər mövzunuzla bağlı mənbə çoxdursa, vəsaitlər çoxdursa, rahatlıqla verib yazdıra bilərsiniz. Amma gərək özünüzdə nəzarət eləyəsiniz. Tez-tez nəzarət eləyin, soruşun, diplom işinizin hansı vəziyyətdə olduğunu soruşun. Qaydasındadır, qaydasında deyilmi? Nə qədər yazıblarsa, həmin hissələri göndərmələrini istəyin. Göndərsinlər, siz baxın, görün vəziyyət necədir, diplom işiniz onlar yaxşı yazırmı, yoxsa yazmır. Bu baxımdan, yəni tez-tez maraqlanın diplom işinizlə. Yox, əgər diplom işinizlə bağlı mənbə azdırsa, mövzunuzla bağlı mənbə azdırsa, vəsait azdırsa, çalışın bunu özünüz yazın. Çünki onlar yaza bilməyəcəklər. Şəxsən mən özüm pedaqoji universitetdə oxumuşam. Biz metodika ilə bağlı yazırdıq. Yəni müəllimlik ixtisaslardı, amma biz özümüz əsas ixtisas fənni ilə bağlı yazmırdıq. Mən özüm tarix müəllimliyini bitirmişəm. Biz tarixlə bağlı yazmırdıq diplom işini. Bizə metodika ilə bağlı yazmağa təlimat verilmişdi və metodika ilə bağlı yazdıq. Mənim mövzum da çətin tapılan bir mövzuydu. Analitik bacarıqlarla bağlıdır və mənbə hədsiz az idi. Çox çətinliklə tapmışdım mən özüm. Diplom işini özüm yazmışdım və çoxunu internetdən tapmışdım. Tapdığım mənbələr də çox az idi. Hardasa bir dənə, iki dənə belə idi. Çox çətinliklə tapıb yazdım. Yəni, tövsiyə edirəm ki, vəsaitiniz azdırsa, mənbə sıxlığı yaşayırsınızsa, bu baxımdan probleminiz varsa, qəti şəkildə başqasına yazdırmayın, özünüz yazın. Çünki mənim bəzi qrup yoldaşlarım pulla verib yazdırmışdılar və onlar ziyana düşdülər sonra. Biz diplom işlərimizin birinci hissəsini təqdim edəndə, elmi rəhbərlərimizə göndərəndə, həmin o pulla yazdıranların elmi rəhbərləri şikayət eləmişlər ki, bu necə diplom işidir, siz yazmışsınız, belə diplom işi olar. Yəni, onların bütün diplom işlərini qırmızı xətlə qırmızılamışdılar, qıpqırmızı idi onların diplom işi. Onlar həm ziyana düşdülər maddi baxımdan, çünki sonra şikayət elədilər yazdırdıqları şirkətlərə ki, bu necə diplom işi yazmısınız. Pullarını da geri ala bilmədilər, çünki onların mesajlarına cavab verən olmadı. Həm maddi baxımdan ziyana düşdülər, həm də ki, təzədən özləri başlayıb yazmağa məcbur oldular. Vaxt az idi, diplom işlərimizin birinci hissəsini vermişdik, qalmışdı ikinci hissəsi. 2 aya yaxın bir vaxt qalmışdı. Dahası 2 aydan da az bir vaxt qalmışdı və onlar tez tələsik onu oturub yazmağa, düzəltməyə məcbur oldular. Həm maddi baxımdan, həm də bu cür ziyana düşdülər. Ona görə sizə verəcəyim ən vacib tövsiyələrdən biri budur. Mənbə sıxlığı yaşayırsınızsa, bu baxımdan probleminiz varsa, vəsait azdırsa, qəti şəkildə birinci özünüz yazın, başqasına yazdırmayın.
Verəcəyim ikinci bir vacib tövsiyə odur ki, diplom işlərinizi vaxtında yazmağa başlayın və yaxud yazdıracaqsınızsa verin vaxtında yazsınlar. Çünki gecikdirəndə sonra gec olur. Tələbələrin 4-cü kursların əksəriyyəti magistr imtahanına da hazırlaşırlar. Bir yandan magistr imtahanı, bir yandan öz imtahanlarınız, bir yandan diplom işini yazmaq və dahası yanvardan sonra praktikada olur. Bunların hamısı bir-birinin üstünə gələndə çox çətin olur. Bunların hamısını birdən eləmək. Ona görə verəcəyim ən vacib tövsiyələrdən biri odur ki, elə verilən vaxtlardan yazmağa başlayın. Planı çox gec vermirlər müəllimlər onsuz da. Versiyalar da bir həftə sonra, 10 gün sonra belə verirlər və yaxud bir ay sonra verirlər. Ən geci bir ay sonra verirlər. Plan veriləndən etibarən siz artıq onu yazmağa, hazırlamağa başlayın. Çünki sonra gec olur, həm digər imtahanla bir yerdə çətin olur, həm də ki, onu test-təhsil yazıb birtəhər vermək əziyyətli olur. Ona görə də yaxşısı budur, qabaqcadan hazırlayın. Diplom işinizi hazırlayıb vaxtında təhvil verməyə çalışın. 2 dəfə yoxlanışdan keçir. Elmi rəhbərlər birinci dəfə yoxlanışı istəyirlər, hardasa fevralda istəyirlər, olmasa martda istəyirlər. Birinci yoxlanışdan keçirirlər elmi rəhbərlər, səhvləri işarələyirlər, təzədən tələbələrə göndərirlər ki, bu səhvləri düzəldin. Artıq ikinci yoxlanış apreldə olur, apreldə olmasa da mayın əvvəlində olur və artıq bu son yoxlanışdır. Plagiata getməmişdən qabaq olan yoxlanışdır və burada artıq çox diqqətli olmalısınız. Yəni çalışın ki, çox səhviniz olmasın. Çünki o plagiata gedib yoxlanılır və plagiat onu çox səhv tutanda artıq təzədən bir də onu düzəltməli olursunuz. Yəni bu da mənim başıma gəlib. İşimi yazıb təhvil vermişəm, plagiata göndərilib və plagiat səhv tutub üstümə göndərmişdilər ki, təzədən bunu düzəlt, plagiatdır və plagiatın faizinin çox olması da problemlidir. Plagiat faizi çox olanda səhvlər də çox olur və onu 2 gün, 3 gün ərzində çalışıb tez-tez tak-tak düzəltməlisiniz hamısını. Çalışın, çox səhv eləməyin. Üçüncü tövsiyəm odur ki, diplom işinizi yazarkən internetdən də araşdırmalar eləyin. Yəni, mövzunuzun adını yazın, orada çıxan bütün axtarışların hamısına baxın. Əgər diplom işini özünüz yazırsınızsa. Tutalım, mən özüm analitik bacarıqlarla bağlı yazmışım diplom işi və Google-da analitik bacarıqlar yazdım. Analitik bacarıqlarla bağlı çıxan bütün axtarış səhifələrinə baxdım. Hamısına diqqətlə baxıb axtardım və mənim mövzuma uyğun gələn bir cümlə belə olsa, onu götürüb mövzuma qoydum, yerləşdirdim. Amma çalışın internetdə olan cümlələri tam olduğu kimi götürməyin. Çünki bu plagiata sayılır və plagiat onu yoxladığı zaman onu səhv hesab eləyib, təzədən qaytaracaq. Bu da sizin təzədən o işi düzəltməyinizə səbəb olacaq. İnternetdən götürdüyünüz cümlələri dəyişib yazmağa çalışın. Tutalım bir cümləni götürmüsünüzsə, onun 2-3 sözünü dəyişin, elə yazın. O artıq plagiat sayılmayacaq. Bunu artıq elmi rəhbərləriniz deyəcək onsuz da sizə. Çalışın, hamısını olduğu kimi köçürtməyin. Bütün axtarışlara baxın, diqqətlə axtarın, arayın və ondan sonra onu mövzunuza daxil eləyin. Dördüncü verəcəyim son tövsiyə, əgər internetdə yetəri qədər mənbə tapa bilmirsinizsə, bunun üçün kitabxanalara da müraciət eləyin. Yəni, yolunuzun uzaq və yaxın olmasına baxmadan gedib kitabxanalarda araşdırmalısınız. Mən Milli Kitabxananı məsləhət görərdim, çünki mən özüm də ora getmişdim. Milli Kitabxanaya gedin, araşdırmalar aparın, orada sizin diplom işinizə uyğun olacaq bir mövzu varmı, yoxmu, bu barədə araşdırın. Milli Kitabxanada kitab götürməyə icazə vermirlər, amma telefonla şəkil çəkib götürmək olar. Mövzunuzla bağlı bir kitab tapmışsınızsa, oradan mövzuları çəkib götürün, elə araşdırma aparın. Amma internetdə də olduğu kimi, burada da yenə vəsaitlərdən cümlələri olduğu kimi köçürüb diplom işinizə yaza bilməzsiniz. Çünki bu da plagiat sayılır. Plagiat onu avtomatik olaraq yoxlayacaq. Bəzi plagiatlar fərqli olurlar. Elə plagiatlar olur ki, abzas-abzası yoxlayır. Elə plagiatlar olur ki, cümlə-cümlə yoxlayır, söz-bəsöz yoxlayır. Hətta bir sözü belə səs çıxara bilir. Plagiatlar fərqli olur. Ona görə çalışın, kitablardan da, internetdən də götürdüyünüz cümlələri dəyişin. Olduğu kimi yazmayın. Hətta 3-4 sözünü belə dəyişib yazın. Elə dəyişin ki, yəni kitabdakı cümlələr, internetdəki cümlələr bir-birilə qətiyyən uyuşmasın. Çünki bu sizin xeyrinizə olacaq, plagiat onu götürə bilməyəcək və diplom işiniz qəbul olunacaq. Və son olaraq müdafiə var. Müdafiə də yayda olur. Mayda yox, iyun ayında olmalıdır. Dəqiq yadımda qalmayıb artıq, neçə il keçib üstündən.
iyunun əvvəlində olmalıdır. Yəni universitet yay tətilindən çıxmamışdan əvvəl olur. Müdafiədə də çıxıb danışırsınız. Orada da bəzi sənədlər təqdim eləməlisiniz. Bu universitet tərəfindən təyin olunmuş sənədlərdir. Orada artıq sizə deyiləcək kafedra tərəfindən ki, hansı sənədlər lazımdır. Və orada da çıxıb diplom işinizi danışırsınız, müdafiə edirsiniz. Çox vaxt verilmir orada. 3-4 dəqiqə vaxt verilir. Bu 3-4 dəqiqə ərzində diplom işinizin ən vacib məqamlarını orada danışmalısınız. Çünki orada bir elmi rəhbəriniz olmur. Orada kafedranın başqa müəllimləri də olur və onlar sizə suallar verəcəklər. Müdafiənizi tamamlamaq üçün, sizə yaxşı qiymət yazmaq üçün. Çalışın ki, bu suallarda cavab verə biləsiniz. İnşallah hər biriniz üçün yaxşı olar. Belə, mənim verəcəyim tövsiyələr bu qədər diplom işi ilə bağlı. İnşallah bütün tələbələr üçün yaxşı olar. Hər birinizə uğurlar arzu eləyirəm. Tövsiyələrimə yaxşı-yaxşı qulaq asacağınıza ümid eləyirəm. Qulaq asın və tətbiq eləyin. İnşallah hər birinizin diplom işi uğurla müdafiədən keçər. Gələn videolarda görüşmək üzrə, hələlik.